Dostlar salam, hər vaxtınız xeyir olsun. Foodcast TV-nin növbəti layihəsi ilə qarşınızdayıq. Bu dəfə yenə də aktual mövzularımız son zamanlar çoxdur Azərbaycan futbolunda və qarşıda bizi Çempionlar Liqasında təmsilçimiz Qarabağın növbəti görüşü gözləyir. Hər kəs artıq Rafael xoş gördük. Hər kəs artıq ona köklənib. Belə biz də yavaş-yavaş kanalımızda belə deyək də həmin motivə uyğun videolarla oyuna doğru gedirik. Bu da onlardan birini saya bilərik. Çünki Çempionlar Liqasında danışacağıq və Qarabağın Çempionlar Liqasında buna qədərki çıxışını dəyərləndirməyə çalışacağıq və Sumqayıt maçı da var. Son. Napoli ilə oyunu dəyərləndirərkən biz Sumqayıt oyununu da müzakirə edəcəyik. O zaten mütləq eləməliyik, çünki müəyyən məqamlar var idi, müsbət məqamlar var idi futbolumuz üçün, futbolumuz adına. Artıq ikinci həftədir ki, elə yavaş-yavaş motivləri mən deyim, yəni nələrdən danışmaq olar onları deyim, onun üzərindən gedə bilərik. Azarkeşin ikinci Neftçi ilə oyundan sonra bu maçda da stadionu doldurması gözəl mənzərə idi. Samir Abbasovun bir yalanı ortaya çıxdı ki, bura Neftçiyə görə gəlirlər. Yox, cənab Abbasov tək Neftçiyə görə deyil. Mən həmişə onu vurğulamışıq. Neftçi azarkeşləri biraz nəsə yazanda qıcıq olurlar, yazırlar. Yox, amma reallıq bir məsələ var ki, təbii ki, Neftçiyə görə gəlməlidirlər. Samir Abbasovun sözündə müəyyən həqiqət var idi ki, Neftçi Bakıdırsa, yəni Neftçiyə görə gəlməli idi, dolmalı idi. Amma fakt odur ki, reallıq odur ki, Çempionlar Liqasında Chelsea ilə 2-2 eləyən Qarabağdır, Benficanı böyrü üstə qoyan Qarabağdır, Kopenhageni rahatlıqla udan Qarabağdır. Yəni Çempionlar Liqasında 3 oyundan sonra 7 xal toplayan Qarabağdır. Azərbaycan flaqmanı Qarabağ. 4 oyundan sonra 7 xal toplayan Qarabağdır və faktiki olaraq stadiona gəlmək, mən başa düşürəm Abbasovun fikrində müəyyən məsələlər var, düz deyir, haqlıdır da. Qarabağın adi çempionat oyununda o qədər azarkeş gəlmir ki. Azərbaycan boş olur da demək olar. Boş olur və ya xutar da oynasa belə, yəni yenə Tovuzdur, gəlir azarkeş. O Tovuzun öz azarkeşi. Rayonların öz azarkeşi. Əslində Sumqayıtın stadionu həmişə belə olur. Bəs ona görə Sumqayıtda da Sumqayıta görə. Yo, Abbasovun fikrinin bir tərəfində haqlı məqam var. Bəli. Demirəm Sumqayıtda həmişə belə ajotaj olur, amma ən azından gəlirlər. Neftçi ilə oynamağa getmişdim də, yəni stadion dolu idi. Gəlirlər. Sumqayıt həmişə axırdan o dünən şərh zamanında həmkarımız Ramiz dedi ki, burada elə bir ənənə var. Atadan oğula keçən bir ənənə var. Yəni gəlirlər. O zonadan həm də çox sayılı həmkarlarımız da çıxıb o zonadan yaxşı futbolçular da çıxıb o bölgə. Özdə Sumqayıtın da yubileyi idi. Yeri gəlmişkən təbrik edirik. Bizim efir günümüz çəkdiyimiz gün, həmin gün Sumqayıt öz daha doğrusu doğum günü, yubileyini yox, doğum gününü, şəhərin yaranma günü, şəhərin yaranma gününü qeyd eləyirdi. Və bir daha bütün Sumqayıtlıları da salamlayırıq və bu baxımdan Samir Abbasovun sözlərində həm həqiqət var, həm də biraz o özündən razılıq ki, Neftçiyə görə yox, tam da o deyildi də, yəni o məsələdə. Samir Abbasovun indi biz düz Samirdən başladıq. Yox, məsələ söz yerinə çəkildi. Samir Abbasovun dedikləri həqiqətən o adamın oyundan əvvəl və oyundan sonrakı fikirləri insanlarda çox qıcıq oyadır. Yəni birinci dəfə deyil və mən inanıram ki, bu sonuncu dəfə də deyil. Samir Abbasov sadəcə komandadakı uğursuzluqlarını bəzi belə deyək, belə xaos yaradacaq deyimlərlə insanların düşüncəsini başqa yönə yönəldir. Yəni o əslində belə intervyular verənə kimi, statlar deyən, söyləyənə kimi komandası ilə məşğul olsa, komandasını taktiki analiz eləsə, oyunçuların üzərində işləsə, Neftçi belə deyək, meydançada xaosla oynamasa, komandada stabillik olsa, qol vurmağı bacarsa komanda, bu daha yaxşı olar. Məncə onlara fikrin yönəltsin. Stadionlarda kimə görə azarkeş gəlir, kimə görə gəlmir. İndi elə eləyəcək ki, Neftçiyə görə də azarkeş gəlməyəcək. Neftçi bu qədər uğursuz çıxış eləsə, ona görə məncə tarixin ən çox transfer edilən mövsümlərindən biridir Neftçi üçün. Samir Abbasovun görəcəyi işləri çoxdur. Neftçi azarkeşləri artıq beziblər, yəni Neftçinin bu uğursuzluqlarından. Keçək Qarabağa. Qarabağa Sumqayıtla maçı var idi. Qarabağın bu həftə ölkə çempionatında və orada da gözəl yenə deyirəm atmosfer və o atmosferə layiq oyun var idi. Layiq oyun var idi. Azərbaycanda gözlənilməyən bir oyun idi. Qollar. Çünki Qarabağ diktə eləyə bilir. Qarabağdan gözləmək olar, amma qarşılığında Sumqayıtdan elə reaksiya almaq. Qırmızı vərəqə ilə mübarizə aparmaq, qorxmamaq və sona qədər mübarizə aparmaq və son saniyələrdə 4-cü topu buraxmaq ki, yəni 3-2-də də bir şans var idi Sumqayıt üçün ki, nəsə vaxt var idi eləməyə. Onlar da penalti vuranmamışdı. Penalti, Romanenko ümumiyyətlə onun problemidir bu penalti məsələləri və bu oyunla bağlı 10-cu 11-ci dəqiqədə Addain, 10-cu dəqiqədə səhv olmasa Addainin epizodu var idi ki, dünəndən həmkarlarımız da
yəni bu müzakirəyə qoşulub və hər kəsdən Neftçinin üzrə fikrim Neftçiyə qaldı. Qarabağın haqqının Hakimlər tərəfindən qorunduğunu deyirlər. Hə, qorunduğunu deyirlər ki, yəni hakimlər onları qarşı oyunlarda biraz ehtiyatlı davranır və fikirlər hardasa Qarabağın lehinə olur. Amma dünənki epizodda sırf o digər epizodları deməyəcəm. Çünki fərqli ola biləcək. O ikinci sarı vərəqədən olan qırmızı epizodu fərqli ola bilər, amma ilk epizodda Romalinqom sürətli idi həqiqətən. Amma Romalinqo sürətsiz oyunçudur, onu da bilirsən. Romalinqo da çox sürətsiz oyunçudur. Yox, yəni həmin epizodda sürətli idi. Topu götürüb gedirdi. Hə, Adayı çatıb çatmayacağı məsələ çatmırdı. Bu reallıqdır. Arxadan müdaxilə elədi. Amma ondan sonra onun yanında olan iki, belə deyək də, Romalinqomdan bir addım geridə olan Bəhlul, eyni xətt üzrə olan digər futbolçular cəmi bir addım keçirlər. Və biz Avropada oynayan, Çempionlar Liqasında oynayan, qarşılarında ekstra sürətli futbolçular görmüş Qarabağ müdafiəçilərinin bu topa və yaxud Romalinqomu zərərsizləşdirməyəcəyinə şübhəmiz yox idi. Yəni bu epizodda çatmaq və məsafə çox böyük idi. Yəni qapıya məsafə həddən artıq çox böyük. Məsafə bir qırağa. Məsafə biz podkastdan qabaq danışdıq. Bayer Leverkusen oyununda Elvin Cəfərquliyevin Frimpongo yaxasından tutmaq. Orada çata bilməyəcəkdi də deyəsən. Taylor idi. Qırmızı vərəqə göstərmişdi. Və o da qınanmışdı ki, hakimlər bunu keçə bilərdi falan. Niyə keçməlidir? Frimpongun həmin epizodda deyirsən, Romalinqom çox sürətli deyil. Həmin epizodlarda dəyərləndirəndə hakimlər situasiyaya uyğun dəyərləndirirlər. Bəli. Ki sən yəqin ki, indi baxmayanlar üçün kiçik montaj zamanı nəzərə alarsan, görüntü burada olacaq zaten. Elə ki YouTube vurmasın. Yox, vurmayacaq, rahat ol. Frimpongun da epizodunu qoyarsan, xahiş eləyəcəm səndən. Bax o epizodda Elvinin orada aşkar önü heç kim çatmır Frimponga. Frimpongun sürəti bəllidir. Onun sürətinə yetişəcək Qarabağ müdafiəçisi yoxdur. Elvin kimi sürətli adam çata bilməyib dartıbsa, heç kim çatmayacaqdı. Və bu gedir də aşkar, yəni bir balaca meyilli idi və daha sonra mərkəzə meylənəcəkdi. Yadınızdadsa o epizod. Və orada qırmızı vərəqə haqlı idi. Burada isə tələb eləmək və ya həmkarlarım da yazır. Hər birinin fikrinə hörmətli, bəlkə nəsə hansısa qanunları əsaslandıracaqlar. Amma situasiyaya uyğun olaraq mən deyirəm ki, bu epizodda suları bulandırmaq mənə də gəlir ki, Qarabağ tərəfindən danışmıram, amma Qarabağın Sumqayıta qarşı bu epizod olsaydı, Sumqayıt tərəfdən daha doğrusu bu epizod olsaydı, eyni fikri deyəcəkdim ki, burada nə isə bulandırmaq ki, hakimlər Sumqayıta kömək elədi və yaxud hakimlər Qarabağa kömək elədi. Bu yersizdir. Çünki gözəl oyuna, gözəl nəticəyə kölgə salan bir məsələdir. Sumqayıt tərəfi bu epizodla bağlı şikayət verəcəyini bildirib. Həmkarımız Zahra Axundov, mətbuat xidmətinin rəhbəri, saytların birinə açıqlamasında gördüm. Amma bu epizodla nə şikayət verəcəksən? Şikayət ikinci epizodda ola bilər. Hə, bu qırmızı kart epizodunda mübahisəlidir. Mən də ona razı deyiləm. Bəli. Bax orada düzdür, mənim fikrim odur ki, orada da Kobud oynamışdı. Yox. Ay görmədi, ay boyu balacadır faktorları. Bilirsən necə? Nani United-la oyunda qırmızı qalxanda, o vaxt. Hələ mən Cüneyt Çakırı vermişdi. O məni indi necə o neçə il keçmiş. O qırmızı değildi də, onu bilirsən. 2000 bilmirəm, 11 il bəlkə də keçib. 12-13-cü il mövsümü yəni 12 il hətta 12 il. O hələ də məni yandırır, hələ də o girir də yuxma. Mən sən deyim o qırmızı deyil də, Cüneyt Çakır yəni niyə mən United azar keçim ona görə. Mən də United qaydalarla demirəm. Ola bilər ki, qaydalarla qırım. Amma mən o epizodda oyunun necə ruhunu sındırdılar. Manchester oyunu sındırdı orada. Necə ruhunu sındırdılar və Real gəldi keçdi. Bax o epizod mənim yadımda qalıb. Bax ona görə deyirəm ki, bu tip oyunlarda belə şeylərlə hakimlərin verdiyi fikirlərlə aşkar səhv varsa, burada o aşkar səhv deyil və indiki bu epizodda dediyim kimi Rafael, yenə də sənin fikrin maraqlıdır. Niyə orada sən fikirləşirsən ki, ikinci sarıya getməməli idi hakim? Hə, mən deyim, birinci Adayın epizodunda mən razıyam sənin dediyinə. O sarıdır. Orada qırmızı deyə bir şey yoxdur. Çünki bir oyunçu qapı ilə arasındakı məsafə, bir də əgər onu sığortalayacaq, yəni onun önünü kəsəcək oyunçu həddən artıq arxada deyilsə, o qırmızı ola bilməz. O Bəhlul ona demək olar ki, eyni xəttdə idi və Romalinqonun çox zəif sürətli olduğunu da bilirdi. Bəhlul ona çatacaqdı. Çünki yerləşdiyi məsafə ayrı idi. Bəhlulun yerləşdiyi məsafə qapıya daha yaxın idi. Yəni önün kəsmək olurdu. Bu qırmızılıq deyil. Bu açıq-aydın sarıdır və hakim qərarı da orada doğrudur. Gedək qırmızı aldığı, yəni ikinci sarıdan qırmızı olan epizod 60-cı dəqiqəyə. 60-cı dəqiqədəki epizod qırmızı deyil. Hakim orada səhv qərar verdi, Qarabağın lehinə qərar verdi. Yəni oyunda belə deyək, Sumqayıtın əleyhinə qərar verdi. Mən Sumqayıt azarkeşlərini çox gözəl başa düşürəm. Məncə də səhvdir. Və niyə görə? Açıqlaması belə. Bir, orada yəni qırmızı alan
Senhaci belə deyək, arxaya zərbə vurmur. İndi epizodda siz görəcəksiniz, yəni dirsəyi ilə oyunçu zərbə vurmur. İlk öncə boy fərqi var. Montiel qaça-qaça arxasıca gəlir. Bu da gedir, sadəcə qolları açıqdır. Epizoddan da siz görəcəksiniz. Yəni bilərəkdən zərbə vurmaq bu avtomatik qırmızıdır və ondan əlavə orada həmin epizodda da onun qolunun arxa hissəsi, yəni belə deyək, boynuna dəyir. Yəni üzünə də dəymir. Orada Montiel biraz aktyorluq eləyir. İspan oyunçularda zaten belə bir güclü aktyorluq bacarıqları var. İspan futbolunu izləyənlər də bilir. Yəni o epizodda o qırmızı deyildi. Mən olsaydım hakim, mən orada ikinci sarı verməzdim. Çünki bu birinci oyun epizodu idi. Boy fərqinə görə o qaça-qaça gələndə onun qoluna dəyir. Yıxır özün. O hakimə Filip Oyunzagi yadına gəlir necə belə deyək cərimə alırdı da. Yəni cərimə zərbə, penalti də qazan. Yəni o elə bir ki Montiel orada Filip Oyunzagi'nin funksiyalarını yerinə yetirdi. Yəni olmayan yerdən bir şey çıxartdı da. Yəni o qırmızı değildi və o qırmızıdan sonra da zaten 3 dəqiqə sonra Qarabağ qolun vurur. Ondan sonra da bir çox Qarabağın təhlükəli epizodları olur ki, Qarabağ harda qol vura bilərdi. Adayının dirəkdən də deməyəcəm. Necə gedirdi? Üst dirəkdən, tirdən qayıdan zərbəsi var və belə deyək, Qarabağ hesabı daha tez böyüdə bilərdi. Hətta 5 falan ola bilərdi. Yəni 70-ci dəqiqəyə kimi. Ondan sonra Sumqayıtda baş məşqçi İliç dəyişikliklərə getdi ki, oyunu biraz tarazlaya bilsin. Sonra Romalingo yenə də penaltini vura bilmədi. Bir də Bikalyo da biz Bəhlul deyirik. Epizodda mən indi Bikalyo idi. Şübhələr yarandı beynimdə ki, Bəhlulun adını çəkirik. Hə, Bəhlulun adını çəkirik. Mən də nəsə qalıb beynimdəki Bikalyo. Bikalyo eyni xətt üzrə Medina da çatırdı. Medina heç arxadan gəlirdi, amma Bikalyo da gələ bilərdi. Bikalyodur. Yəni ona görə sərdən Bəhlul dedi. Hə, mən çünki Bəhlul yadımda qalmışdı. Beynimdə şübhə qaldı ki, Bəhlul deyəsən demişik. Ona görə girdim bir də təkrardan danışa baxdım. Bikalyo orada xətt üzrə idi. Bəhlul görsənmirdi kadrda. Və Medina gəlib çatma ehtimalı var idi. Yəni ona görə Rafaelin izah elədiyi kimi sarıdan qırmızıya çevrilən epizod və Adayının o etirazlar ki, qırmızı niyə yoxdur? Adayının epizodu düzgün idi, sarı idi. Qaldı Sumqayıtın Montielin oyunu. Montielin oyunun bəyənirəm əslində. Sadəcə mən yenə Qurbanova bir sual vermək istirdim əgər orada jurnalistlərin içində olsaydım. Qurbanov Yankoviç zədalı olanda, Yankoviç formda olmayanda, hazır olmayanda Kadin arxaya çəkirdi. Yenə də eyni şey eləyir. Kadi yoxdur, bu dəfə Montieli oynatdı orada. Çünki dayaq yarım müdafiəsində. Mən sualım ondan ibarət ki, Montiel hücum ya da 10 nömrə oynayıb da, yəni gizli belə deyək, 9 yarım, 10. Rəqəmlə desək başa düşmək üçün rahat olsun sizə. Montieli dayaq yarım müdafiəsində oynatmağın məqsədi nə idi? Əgər Napoli ilə oyunda da Montieli orada oynadacaqsa, yəni Montiel məqsəd deyilməsən. Çünki Napoli Zayevkanı verib, sifariş edilsə Kadinin yerinədir. Kadi də harda oynayır? Yəni lazım olanda həmin nöqtədə. Belə gedək də. İndi gəl başqa cür danışaq. Sumqayıt düzdür, Qarabağı məğlub edən yeganə klubdur hələ ki. Yəni Çempionlar Liqinin təsnifatın kənara qoysaq da, yəni Ferencvaroş Bakıda məğlub eləmişdi Qarabağı. 1-0 udmuşdu Aleksey Yankoviçin qolu ilə Sumqayıt Qarabağı. Bəli, Qarabağı məğlub eləmişdi. Yəni Sumqayıtı Qarabağ məğlub eləyə bilərdi. Lakin həmişə biz fikir vermişiksə, bu Qarabağ Çempionlar Liqindən öncəki oyunda, liqada keçirilən oyunda həmişə bu 5-ci gün baş verib bu oyun. Çünki arada oyunçular istirahət edə bilsin və Qurbanov 5-ci gün çıxdığı heyət həmişə Çempionlar Liqində əsas heyət olur. Və yadına gəlsə dünənlərin mən oyunun heyəti açıqlanan kimi qrupa da atdım ki, heyətə baxın uşaqlar. Bu heyət yəqin ki, Napolinin oyunda da bu heyət olacaq. Bəli. Və həmin heyətdən mən qəti surətdə razı deyiləm. Və bundan əvvəlki analiz videosunda da kimlər izləməyibsə kanalımıza girib izləyə bilər. Bu günləri belə deyək 6-cı gün yayımda olub kanalda. Orada da mən qeyd eləmişəm, Zubirin heyətdə olmağı, 10 nömrə mövqeyində çıxış eləməyini heç cürə mən bəyənmirəm. Zubir əvvəlki Zubir deyil, ona görə onu orada istifadə edəcəyini Montieli istifadə eləsəydi daha məntiqə uyğun olardı. Bikalyonun da yanına Kuakunu salıb, Bikalyonu belə deyək 8 nömrə kimi istifadə edib, Kuakunu 6 nömrə kimi istifadə edə bilərdi də yəni. Montieli 8 nömrə kimi istifadə edib, Bikalyonu 6 nömrə kimi istifadə eləməkdənsə əksinə eləmək olardı. Kuaku daha fiziki cəhətdən güclüdür Bikalyodan.
və Kouakounu 6 nömrə kimi istifadə edib. Bunu yoxlamaq lazımdır. Siz bəzən Qurban Qurbanov həqiqətən çox gecikdirir oyunçu dəyişikliklərini və Yox, sən Kouakounu təklif edirsən? Bəli. Mən niyə görə Kouakounu yoxlamaq lazımdır? Ya məsələn, əgər sənin belə deyək də Yankoviç yəqin ki oyuna hazır deyildi ki, Qurban Qurbanov onu əsas heyətdə buraxmamışdı. İndi bilmirəm, bəlkə kiçik zədəsi ola bilər, nə ola bilər. Belə bir hələ ki açıqlama olmadı. Həmin yerdə Montiel'i istifadə eləmək mən qorxuram ki, Montiel'lə Yox, Napoli-lə oyunda belə çıxar. O nöqtədə oldu mu? Bütün oyun yox, hər dəfə olmadı. Söhbət ondan getmir. Sən komandada balans deyə bir şey var. Özünə uyğun olan nöqtədə oynatdı onsuz da. Zubiri ondan yeyirsən. Qol ötürməsi. Zubiri ondan yeyirsən. Sən onda 4-1-4-ə keçirsən. Yəni belə olurdu. 4, bir dayaq yarım müdafiəçi, 4 yarım müdafiəçi, bir də hücumçu. Napolinin oynadığı oyunu oynamağa çalışırsan, onda belə çıxır. Axı o oyunda bizim oyunçuların Bicalio fiziki cəhətdən o qədər güclü deyil axı, məsələn deyək, arxadakı bütün boşluqları saxlaya bilsin. Bicalio'nun yanında oyunçu olmasa Bicalio'nun effektivliyi mütləq şəkildə azalır. Yəni fərq yoxdur. Biz sadəcə oyunçuların yanında olsa olmalıdır da kömək. Çünki o adam arxa işləyir, qabaq işləyir. Bicalio'nu bircə başa düşək ki, Bicalio dayaq yarım müdafiəçisi deyil. Nə mənada bizim bildiyimiz dayaq yarım müdafiəçisi deyil. O 8 nömrə kimi oynayır. Yəni oyun qurucu, dayaqdan yarım müdafiə ilə hücumun arası, 10 nömrə ilə belə deyək, 6 nömrənin arasını işləyə bilən oyunçudur. Oyun qurucu deməyək də. O sən necə oyun qurucu deyəndə bu bir növ kimi gətir Qarabağda olanlardan. Romao var idi, dayaq yarım müdafiəçisi. 6 nömrə. Romao'nun yanında Yankoviç görürdü necə gözəl öz potensialını ortaya çıxardırdı. Yankoviçin ən gözəl mövsümü, oynadığı oyunlar hamısı Romao'nun yanında olur. Niyə görə? Çünki onun bütün qara işlərini o görürdü. Bicalio da elədi, görürdü. Bicalio o qədər görə bilmirdi. O effekti gücü çatmır fizikəcə. Mən ona görə deyirəm ki, məsələn Bicalio'nu biz Yankoviç kimi istifadə edib. Sən yaradıcı deyirsən, amma o Bicalio Bicalio'da axı passlarda pis deyil. Pis deyil, amma bu bir növ Riçard Almeida'nı da ora qoymaq düz deyil. Yaxı sən yaradıcı oyunçun öndə var, Zubirin var. Yəni başa düşdün? Yox, sən Zubiri indi biraz mərkəzə doğru meylənmiş hücumçunun arxası kimi göstərir. Amma orada da effektivliyi azalır da. Amma bu bütün oyunda nə Montiel, nə Zubir hamısı eyni vaxtda yəni göstərilən sxem üzrə getmədilər axı. Yox, sxemdən getmir. Montiel dünən nə qədər zərbə vurdu? Bir dənə qəşəng klass zərbəsi var idi. Bəli, sağdan vurduğu zərbə var idi, qapıçı qaytardı. Qapıçının səhv idi, daha sonra burası ilə topu tutmağa çalışdı. Ötürməsi salınmadı, müdafiəçinin orada Sumqayıt futbolçularının səhvi var idi. Yankoviçin səhvi idi orada. Aleksey Yankoviçin də topu Toralın vurduğu qolda da. Bax o epizod idi. Yox, Montiel'in keyfiyyətinə mənim sözüm yoxdur hələ. Topla davranışı var ha meydanda. Görsəniz ki, çox keyfiyyətli oyunçudur. Keyfiyyətli olacaq. İndi tam formada. Yox, çox keyfiyyətli oyuncudur. Öz formuna düşəndə Qarabağ istədiyin ondan alacaq. O mütləq şəkildə mən deyirəm, ya Montiel 10 nömrə üçün idealdır Qarabağda. Zubir 10 nömrə funksiyasını yerinə yetirə bilmir. 10 nömrə funksiyası nədən ibarətdir? Deyirik, ya Zubir çox güclü oyuncudur, amma Zubir, Rafael nə istəyirsən Zubirdən? Bax belə götürək. Zubirin sol cinaqda oynayanda sürəti və driblingin hesabına rəqib komanda müdafiəçisinə çox problem yaradır. Sadəcə yaş öz sözünü göstərir deyə Zubir əvvəlki effektivliyində deyil. Zubirin yenə həmin texnikası var, lakin çox boşuna hərəkət edir, çox topu ayağında saxlayır, yanlış qərarlar verir. Yəni zəif rəqiblərindən də bu qərarlar çox üzə batır. Güclü rəqiblərindən zaten Zubir oyunda görsənmir. Zubir güclü komandalara qarşı oynayanda varlığı ilə yoxluğu bilinmir də. Yəni adam bilinmir. Oyununa açın, baxın, o adamın heç nəyi görsənmir oyunda ki, bu adam nə etmək istəyir. 10 nömrəyə də qoyanda avtomatik dayaq yarım müdafiələrin arasında itir Zubir. Zubirin effektivliyi yalnız cinaqlardadır. Zubir 10 nömrə kimi heç nə göstərə bilmir. 10 nömrə əgər məsələn belə deyək, Kadi problemdirsə, Kadi zədələnibsə, Zubirin orada oynamağındansa mən Yankoviçin orada oynamağını daha üstün görərəm. Niyə görə? Yankoviç geriyə çəkilib istədiyi oyunu qura bilər. Sən real belə deyək də oyunlar üzərində, praktik üzərində deyirsən ki, yəni falan oyunda, falan mövqedə olanda, amma Zubirin meydanda ümumiyyətlə olması bu bəzən çox tənqid olunur oyunlara görə ki, topu özü çox saxlayır. Dünən gördün, qolu da bir dənə qoyarsan. Hə, qolun özündə də. Qolun özündə getdi. Qapının ağzının içinə girməmiş, topu buraxmır ayağından. Elədir. Ya bu bilsən biraz o üzr məzələnməkdir rəqibdən. Yox, o da deyil. O xasiyyəti. Futbolçunun xasiyyəti odur. Yəni bu qarantiləmək istəyir ki, bu topu ayağı ilə qapının içinə salsın sonra.
Deyirəm vur da zalım. Bunu vur qutarsın da epizodun nə uzadırsan? Vurmadı. Bəlkə kimsə gəlib Amma alacaq. 1 saniyə, yarım saniyə geciksəydi qapıçı yəni Qapıçı satırdı, müdaxilə bəli, edirdi. cəzalandıracaqdı. Bəli. Misal üçün deyirəm, heç qapıçı olmasın. Yəni elə epizodlarda görsənir ki, bu xislətində var da bu futbolçunun topla ayağından Mən ən çox istəmir buraxsın. əsəbləşdiyim oyun Şkendiyanın Bakıdakı oyunu idi. Yanına gəlir də acı Nərman düzü tənqid edir. Həmin oyunda Nərman ona 2 dəfə pas atdı. Qapıçı ilə üzbəyizdə o vura bilmədi topları. Yəni çox saxladı. Adam sən belə deyək, faktlarla müəyyən məsələlər deyirsən. Məsələn, duran meydanda üzr istəyirəm, meydanda olmağı Rafael avtomatik rəqib komanda hazırlaşanda onsuz da ona qarşı 2-3 oyunçu marking olur. Mən deyim, Qarabağda ən azı 2 oyunçu. Yəni bir oyunçu vermirlər də ona. Başa düşürsən? O da bizim digər. Niyə Elvin həmişə cinahla çox rahat. Həmişə bunu danışmışıq ki. Çox rahatdır da, yəni onun olanda meydanda. Gəl bir də söz deyim. Zubirlə hal-hazırda mən deyim, Zubirin effektivliyini azaltmaq üçün müdafiəçisənsə, mən deyim, mən onun üzərinə heç vaxt getmərəm. Gözləyirəm ki, üstümə gəlsin. Bir dənə epizod var idi, Van Dijk'ın yadımdan çıxıb, yadıma düşsə burada qoyacağam. Xeyr. Van Dijk'ın bir dəfə intervyusuna baxıram. O özü də danışır. Sonra oyundan epizodlarını da qoydular həmin o danışan yeri. Həqiqətən belədir. Oyunçular var ki, məsələn, driblingli oyunçular da oyunçu aldatmağı sevirlər. Van Dijk deyir ki, mən deyir heç nə eləmirəm. Məsələn, gəlir üstümə, mən addım-addım yavaş-yavaş arxaya çəkilirəm. O dribling eləmək istəyəndə ayağımı uzadıram, topu alıram və 90%-də bu oyunçulardan çox rahat şəkildə top almaq olur. Yəni gözləyirsən, deyirsən gəl. Zubirin üstünə gedəndə Zubir səni aldatmaq ehtimalı, yəni 80%-dir. Keçəcəksən. Bəli, çünki adam futzaldan gəlir falan filan, dar alanda oyunçu rahat al. Amma elə oyunçuya məsafə verəndə oyunçu nə edəcəyini bilmir. Topu hətta çox saxlayır. Həmin momentdə də sığorta gəlib ondan ala bilər. Yəni ikinci bir sən komanda yoldaşı gəlir ondan topu alır. Və Zubirin mən bu çox oyunlarına çox baxıram və fikir verirəm ki, adam yəni xeyirdən çox ziyan vurur. Yəni oturub saysan ki, Zubirin nə xeyirlər var. Mən Azərbaycan liqasında Qarabağın oyunlarında bu dəqiqə sən o sözün üstündə indi istəyirsən yazsınlar. Bilsən keçən mövsüm getdi, keçən mövsüm, o biri mövsüm. Bilsən faktiki olaraq oyunçu belə deyək Adday ondan daha effektivlidir. Sadəcə Qarabağda hücumçu yoxdur deyə, məsələn deyək, bax belə deyək, Duran sol cinahda gördün necə oynadı ikinci hissədə Nərman çıxandan sonra. Reydlərində, ümumiyyətlə oyunçu keçməyində görürsən, adam zaten sol cinah hücumçusu olduğu yəni bilinir də. Hansı oyuna söhbət gedir? Bu indi Sumqayıtla oyunda. Sumqayıtla oyunda Duran ikinci hissədə Nərman girəndən sonra sola çəkildi. Nərman girən, elə Nərman dəvət. Yəni Zubirin yerində idi də. Yəni ikinci hissədə belə deyildi, daha rahat oldu. Çünki adam hücumçu deyil də, hücumçunun funksiyaları başqadır və oyunçunun məşq prosesi başqa olur. Ondan başqa bir şey öyrədirlər. Sənin öyrəndiyindən o öyrəndiyi fərqli bir şeydir. Və Duran Zubirdən nə istəyirsən? Mən Zubirdən nə istəyirəm? Zubirin Zubirsiz oynamalıdır. Mütləq şəkildə Zubirlə Nərmanı kəsmək lazımdır heyətdə. Nə mənada oynasın, yəni Azərbaycan liqasında oynasın, amma məsələn bu heyəti mən görəndə mən başa düşürəm ki, Qurban Qurbanov bu heyəti yəqin ki çıxardacaq şeylə oyunda. Yəni çünki biz bütün oyunlara baxaq, 5-ci gün Çempionlar Liqindəki öncəki oyunlarda hansı heyətlə çıxıbsa, əgər bir oyunçularda zədə falan olmayıbsa, Çempionlar Liqində həmin heyətlə çıxır Qurban Qurbanov və ona görə mən düşünürəm ki, bu heyət Napolindən öndə biz heç bir şey çox çətinlik çəkəcəyik. Yəni eyni vaxtda 90 dəqiqə Bilbao, 78 dəqiqə, 75 dəqiqə Chelsea. Hə, bilirəm də. Andrade 60 dəqiqədən artıq oynamır, Zubir hər 90 dəqiqə oynayır. Kopenhagendə 90 dəqiqə bir gol. Yəni adam açıq oyunlarına baxaq da. Oyunda oyunlarına baxaq. Bir dənə Rafael Qarabağ nə edib 5-0 uduzub, 3-0. Yox, uduzmaqdan getmir. Müəllim, o da İspaniya uduzmaqdan getmir. Yəni nəticəyə gedib də. Söhbət nəticədən getmir, daha yaxşısını eləyə bilərik də. Başa düşsən? Mənim sözüm odur ki, yaxşı nədir Chelsea-dən, daha yaxşısı nə demək istəyirsən? 2 oyun Benfica-nı 2-0-dan 3-2-yə çevirmək burada heç əməyi yoxdur ki Zubirin. Yox, Yankoviçin də orada. Tək Yankoviç oynadı. Yankoviçdən Kaşukun, bəli. Yox, sən Zubiri gəl oyuna, açıq oyuna baxaq, qardaş. Oyun quran orada Yankoviç. Son bitiricilikdə də orada Aleksey qapıçının ilk öncə atdığı o möhtəşəm pas idi Kaşuka. Kaşukun elədiyi dribling orada paslaşıb çıxartmağıdır söhbəti. Bu aydın məsələdir. Siz Zubirin yaxşı, təklif nədir? Mən təklifim ondan Napoli ilə səfərdə oynamasın. Napoli ilə səfərdə Zubirlə Montiel eyni vaxtda oynamasın. Yəni mən sözüm bilsən nədir? Montiel atar qırağa, Zubiri 100% oynadacaq. Yankoviç oynayacaq axı.
Başa düşsən? Bax, Heyətə baxmaq istəyirəm. Napoli sonuncu oyunda Di Napolinin Lorenzo, son Anguissa, heyətində baxma, heç yarım müdafiə Angisa zədəldi indi. İndi Anguissa da zədələndi, Bologna oyunda Höyland da zədələndi. heç kim yoxdur. Yəni McTominay bir dənə qalır. Lobotka qalır, Politano qalır, Elmas Politano qalır. həmişə var. Elmas Elmas qalır. oynayacaq solda. Yəni bu komandanın müdafiəsi Di Lorenzo Müdafiə- yox, mən demək istəyirəm Zubirin hücum eləyəcəyi cinahda, yəni olacağı cinahda Di Lorenzo Lorenzo sağ müdafiədə qarşılayacaq. Yəni yox, indi Zubir 10 nömrə kimi oynayacaq orada. sən Sınağa deyirsən ki, keçməyəcək o. Aday olacaq. birəbir Bu heyət orada birəbir baxar. deyirsən Bu ki, heyət orada olacaq. quruluş elə olacaq. Bu Onda heyət orada olacaq. yəni- O çox biz üçün təhlükəlidir. Bilirsən niyə görə? Zubirin məsələn Duran kimi hücumçu ilə çıxanda bilirsən ki, biz əsas fikrimiz nə olacaq Napoli oyununa? Əks hücumlara bel bağlamalı. Əks hücumda axı sən heç bir effekt vermir. bəlkə mərkəzi yemək istəyəcək. Zubir fiziki cəhətdən yo, yo. zəifdir. Müdafiə yaxşı kömək eləmir. Mərkəzdən Svoltada da gələn zəifdir. yəni mərkəzdən gələn top qarşıladı. Yox, Napoli'nin Zubir hücumunu oynaya bilər. qarşısına aldı. Atacaq mərkəzdə olan bir oyunçuya kimsə qəbul edəcək oradan bizdən. Yankoviç oynasa, Yankoviç əlaqələndirəcək və onun da önündə cinahlar pis deyil də burada. Yəni indi Yox, Qarabağın hücumun cinahlarından problem yox. yox, mən Napoli'nin müdafiəsinin cinahlarında deyirəm ki, ola bilər ki, Zubiri hücumçunun arxası oynadıb oradan daha sürətli, daha kreativ keçmək istəyəcəklər. Bizdə hücumçu İkili şəkildə və cinahlara oynadacaq bir qədər həmin sən sürət deyirsən ha, bəlkə Adayın ona görə orada oynadacaq. Bax, Adayını indi bəlkə daha sürətli sayır hesab eləyir. Aday sürət baxımından fiziki cəhətdən intensivlikdə Zubiri 5-ə qatlayır. Bax indi ona görə bəlkə Napolinin cinahlarını Di Lorenzo oynasa, Di Lorenzo digərlər indi orada Bu heyət, bax Aday soldadır, Duran hücum mərkəzindədir, Andrade sağdadır. Sumqayıtla çıxılan heyətdə. Zubir də 10 nömrədir. Montiel 8 nömrə kimi oynayır, Bicalio isə 6 nömrə kimi oynayır. Bu heyət Napoli ilə öndə çıxsa, biz Napoliyə mərkəzi 100% udacağıq. Niyə görə? Birinci, mərkəzdə çox zəif qalırıq fiziki cəhətdən. Zubir ilə Montiel ikisi də fiziki cəhətdən çox zəif oyunçulardır. Və plus bizim 6 nömrə də fiziki cəhətdən zəifdir. İndi düşün ki, Lobotka-la McTominay'ə qarşı sən üçlü yarım müdafiən Zubirdir, Montieldir və Pedro Bicalio'dur. Və hələ indi bilmirik növbəti Angisa sağala bilər. Yəni həmin vaxta kimi. Angisa olsa, sən Angisanın qabağını kimdən alasan? Sual onda doğur ki, Napoli bütün hücumları mərkəzdən qurur. Mən Napolinin oyundan hamısını analiz etdim. Aç Sofaskordan belə, yəni bütün statistikasına bax. Adamlar hücumların əksər hissəsi mərkəz və sağ cinahdır. Və adamlar Politano-dan Di Lorenzo-dan gedir söhbət. Niyə görə? Çünki solda McTominay oynayır, hücumun yarım müdafiənin solunda. McTominay içəriyə doğru qət edir. KGB, McTominay, Angisa. Yarım 3 dənə bu adam olur yarım müdafiənin mərkəzində və arxadan gəlir Lobotka. Bu oldu dörtlü. Sən bu dörtlüyə qarşı indi düzdür KGB oynamayacaq, Angisa sual arasındadır. Hə, Lobotka-la McTominay 100%, Angisa isə hələ ki sual altındadır. Hətta deyə olmasın, bu ikisi olsun belə. Fiziki cəhətdən sən avtomatik olaraq McTominay'in qabağını ala bilmirsən. McTominay'ə xüsusi məsələn deyək də oyunçu tapşırılmalıdır. Bunu da kim eləyə bilər Qarabağın heyətində? Bizdə Ramo yoxdur, təəssüflər olsun ki, getdi. Onun əvəzinə bir dənə Kouakoumuz var. Yəni hansı Kouakou? Yəni bu adam çox oynuyor. Bu sual indi mənim sualımda odur. Sənin Azərbaycan liqasında Qarabağın qarşısında əsas heyətlə Qarabağ çıxanda dura biləcək 3-4 komanda var. Sən Kouakou, yox, onu qoy qırağa. Kouakounu niyə görmürsən ki? Yəni bir qurban görməyibsən, görmüsən onu. Yox, yoxlamağın deyil. Mənə çox maraqlıdır ki, axı zaten bax, bəlkə yoxlamağa hələ haqq eləməyib o səviyyədəki. Yəni mən Qurbanov, yəni baş məşqçidə mənim sözüm yoxdur. Yox, onu deyirəm. Qurbanovun X bir adam olsun. Bilirsən, mən həmişə sualım Qurbanov bilsə nə də olub. Bir həmişə oyunçu dəyişməkdə gecikir. Bir də bəzi qərarlarda məsələn radikallığa getmir də. Adamın bir sistemi var, işləyən sistemi düzü pozmaq istəmir, minimum dəyişikliyə gedir. Məsələn oyunçu zədələndi, minimum onu əvəzləməyə çalışır da. Yəni başqa bir taktikaya keçim, komanda ümumiyyətlə başdan ayağa dəyişim, elə bir şey yoxdur Qurbanovda. O sistem dəyişikliyi çox şeylə dəyişmədi Bilbao-la oyunda. Bilbao fiziki oynayan komandadır. Bilbao-la oyunda dəyişmədi, bizə çox baha başa gəldi. Yəni biz orada bir gedişatdan getmir. Bax indi götürək Napoli ilə oyunda, Napolinin oyunlarına baxaq. Eintrachtla oynayıb. Eintracht necə oynadı? Eintracht 15-20 metr ərzində bütün oyunçuların demək olar ki, yığdı 15-20 metrlik intervala, xəttləri bağladı, xəttlər arasını bağladı. Həm vertikal, həm horizontal
Xəttlər arasını bağladı. Dedi paslaşa bilsən, paslaşa Kutu cinahlarla. yaratdılar da. Və kutu hətta yaratdılar, kutunun kompakt kəsməyi şəkildə oturdular. Dedilər qardaş, istəyirsən cinahlardan yardım mənim müdafiəmi. Kutu kimi. Hə, və Qarabağ heç nə edə bilmədi. Və Qarabağ qarşı eyni şeyi adı nədir liqada. Qarabağ Napoli. Napoli 70%-dən çox topa yiyələndi. Antonio Conte danışdı ki, Mənasız bir oyun getmişdi. Hə, mənasız bir oyun getdi. Bizə qarşı avtobus qurdular. Mən nə bilim belə oynadı. Eintracht futbol oynamadı. Qardaş nəticəsini əldə elədi. Söhbət bundadır. Mən də deyirəm ki, eyni şeyi biz Napoliyə qarşı durub öz futbolumuzu oynamağa çalışsaq, Napoli bu illəri öz yerində heç kimi uduzmayıb. Amma 7 oyunun 5-ini qələbə bitirib, ikisini heç-heçə son bitirib. statistikalara baxaq Napolinin. Son 3 oyununda udmayıb. Yəni 2 heç-heçəsi var, 1 məğlubiyyəti. Bir Bolonya'da Bologna 2-0 məğlub oldu, uduzub. iki dənə- Eintrachtla heç-heçəsi var, Çeynəndə heç-heçəsi var. Bu 0-0. həm ümumi turnirləri Bəli, götürsək də. ümumi götürsək, qol vurmayıb. Çempionlar Liqində də 4 oyundan 1 qələbəsi var, 1 heç-heçəsi, 2 məğlubiyyəti. City ilə PSV-yə məğlub olub. PSV bəli. yanlış şəkildə məğlub O olub. qırmızı kartdan sonra sən sözün Hə, zərurətdən zərurətdən doğan doğan hesabdır. 3-1 idi düzdür qırmızıya kimi. 3-1. Bəli. Interdə 3-1 hesab elə. Interdə məğlub eləməyin ən böyük səbəbi Interin yarım müdafiəsini uduzmağı idi. Interdə yarım müdafiə yox idi deyə həmin oyunda Mkhitaryan sola getmişdi. Sol cinah Mən vingeri. səndən razıyam. Sən analizləri, yəni bir neçə oyuna baxıb deyirsən ki, Hə, biz konkret dedin sən. Ki mərkəzdə nə cinah dedin, Mərkəz- ki burada dedin ki mərkəzdə və biraz da Dilaranzandan Politano. Politanoya nəzarət cinahında, etməlidir. hə. Orada çünki orada Elvinə sığorta gəlməlidir. Dayaq yarım müdafiəsində kim olacaqsa, burada kim olacaqsa söhbətində də Yankoviç ola bilməz orada. Düşün ki, Elvinlə Yankoviç eyni cinahdadır və Napolinin gəldiyi cinah da onların cinahındadır. Yankoviç kimsə deyir ki, Elvinlə paraleldə oynayacaq. Yəni düz xətt üzrə oynayacaq. Ömür boyu gir Qarabağ bütün oyunlarına bax. Yox. Pedro Bicalho, Mateo Silva yanındadır dayaq yarım müdafiəsində. Yankoviç də soldadır. Ola bilər xətt üzrə, amma bir cinahda, yəni Elvin Zubir bir meydanda bir olanda cinahda demirəm. Bax. o üçlü həmişə elə olur. Biz ötən dəfə Chelsea-nin oyununu mən analiz eləmişdik də. Demişdik ki, Gusto sağ cinahlarda, Rhys James orada olmur, yerində olmur. Malo Gusto düşür ora, önündə Neto, ortada bir oyunçu kim idi o? Mərkəz o üçlü şəkildə. Enzo deyirsən. Enzo. Yox, ola bilər. Hə, şey desəm, 10 nömrə mövqeyində kim? Mən deyirəm ki, yox, bax Chelsea sağ cinahında. Sağda şey olur da, Caicedo'dur. Caicedo ola Bəli, bilər. Caicedo. Chelsea'nin Rhys James'i mən deyirdim, bir oyun mərkəzdə oynadır. Dayağın önündə və yaxud dayaq kimi. Bir oyun sağ cinah müdafiəçisi kimi öz yerində oynada bilər. Fərqli-fərqlidir. Bax onlarda necədir? Bax belə, həmin o Yankoviçin funksiyasını yerinə yetirən futbolçu düşür, müdafiəyə bəzən. Enzo da orada. O bəzən Neto düşür, müdafiəçi gedir, öndə olur. Bax bu daimi bu üçlük dəyişir də. Amma bir də şey var. Amma sırf bizim gördüyümüz nədir cinah üzrə? Bax belə baxanda düz xətt üzrə. Elvin Zubir düşür. Zubiri demirəm. Zubir düşür, Elvin gedir. Bilirəm. Yox, indi mən müdafiə qismində deyirəm. Bax, müdafiə olunanda necə müdafiə olunur? Dördlü müdafiə. Elvin, Medina, Bəhlul, sağda da Mateo Silva. Düzdür? Avtomatik olaraq önündə Bəhlulla Silvanın önündə Bicalho'dur. Elvinlə Medina'nın önündə isə Yankoviç düşür aşağı. Kaydı olanda kim orada olursa həmin belə 8 nömrə mövqeyində o düşür ora. Bu da nə üçündür? Bu dayaq yarım müdafiəçinin funksiyası, ikili dayaq yarım müdafiəçinin funksiyası elədir ki, rəqib əgər sağla gəlirsə, öz sağı ilə də belə deyək, sənin solunla gəlirsə, oyunçun birə-bir qalmasın deyə avtomatik bu dayaq yarım müdafiəçinin gedir ona yaxınlaşır, sığortalayır onu ki, keçməsin o driblingdə. Bu biri də həmçinin. Bizdə də həmin mövqedə həmişə Yankoviç olduğunda oyunları girib baxıb Qarabağ müdafiəsində baxa bilərsiniz. Yankoviç həmişə gedir Elvinə sığortaya, köməyə. Zubir gəlmir arxaya. Mən ona görə Zubiri sol cinahda görmək istəmirəm. Çünki Elvin həmişə tək qalır ona görə. Sən ümumiyyətlə deyirsən siyahıdan çatmır. Hə, çünki bilsən niyə görə? O oyunçu məsələn belə oyunlarda arxaya gəlib kömək eləmədiyinə görə komanda müdafiədə bir nəfər azdır və düşün ki, həmin vaxtda Nəriman da hücumda olur. Və 2 nəfərin sən demək olar ki, arxaya gəlmir. Rəqib sənin üstünə 10 nəfərlə gələndə çünki komandalar indi görmüsən də hamısı kompakt şəkildə hücuma gəlirlər. Hətta 2 mərkəz müdafiəçisi də sənin belə deyək də yarım hissənə keçir meydançada. Və həmin boşluğu avtomatik olaraq sən hiss edirsən. Çünki komanda kompakt şəkildə müdafiə olunmur, boşluqlar olur. Yəni sən 8 nəfərlə müdafiə olunursan, rəqib də üstə 9 nəfərlə gəlir. Toral yaxşı, Toral Bayramov. Toral oynadığına görə mən sənə deyim, Toral ilə oynayacaq. Toral oynayacaq deyirsən. 100% Toral oynayacaq. Və bir məsələ o bir nəfər yazmış. Elvin özü penalti qazandırdı da şey sonra. Elvin dözmədi. Yəni qırmızı falan yoxdur. Qırmızı penalti. Nəsə oldu da bir qırmızı qazandırdı. Penalti qazandırdı. Bir məsələ bax Toral haqqında yazmışlar ki, necə oldusa milli komandada zədəsi yenə də bax bu məsələ qızdırma söhbəti. Sular bulanır ha. Hə.
Elvində də qızdırma Elvində idi. Hədə Elvini qızdırmaya görə yığmadan çıxartdılar, yerinə şey saldılar da Şamaxın 20 yaşlı oyunçusunu solda Fəthi. Gözü qəşəng oynadı. Mən bəyəndim oyununu. Yəni Musaq desantlara, yəni ilk oyununa görə 21-dən qalxmışdı. Bəzi epizodlar da oldu yaxşı. Və yox, mən nə demək istəyirəm? Bu fikirləri zamanında mən də səsləndirmişəm Qarabağ futbolçuları milli komandada. Çünki adam əsəbdən deyir də. Yəni sən orada gördüyün oyunçular gəlib burada görmürsən. Düzdür, bu sistemsizlikdir. Düzdür, digər ətrafında olan legionerlər amma Qarabağda 1-2 də milli oyunçu çıxmaq şərtlə qalan ekstra gəldim və onu paylaşanları gördüm ki, Toralı halaldır. Bilsən nə kinayəli statusuydu. Toralı halal deyə 3 gün 5 gün qabaq millinin oyunda zədəsi var idi. Əla da sağaldı, 72 dəqiqədə əla oynadı da. Yəni görsən buna insanlar buna da fikir verir ki, millidə qırmızı və millidə qızdırma və millidə zədə səbəbindən olmayan iki Qarabağın futbolçusu burada. Yəni bu mən biraz bu sən o indi Ayxan Abbasov, yəqin ki Qurban o Ayxan Abbasova zəng elib deyib ki, bu oyunçular, yəni bilsən artıq heç bir əhəmiyyət daşımır deyə. Yəni bu oyunçu zədələnməsin, çünki bizə daha çox lazımdır. İndi Qarabağın qarşısında 4 oyuncu var. Mənim fikrim deyil. Mən bir vaxt ikən bu fikri yox, mən ondan razıyam. Bir şey eləyib, xahiş eləyə bilərəm də. Mən zaten bir Azərbaycan üçün ölümdirim bir söhbəti deyil. Fransandan çıxırsan, Fransada ikinci heyətini buraxıb. Bu düzgün yanaşmadır. Niyə də? Bunlar var idi yəni. Çünki şey eləyə bilməzlər axı birdən deyənməzlər mən oynatmıram. Səbəb göstərməsin. Səbəb də göstərək ki, qızdırması var, xəstədir zədəldir. Yox, bəlkə də xəstə olub. Yəni ola bilər, amma yəni düzgündür. Yəni o problem yoxdur orada. Və amma yazırlar ki, yəni mən bunun 1-2-3 stat. O yazan adam baş xarabdır. Sən də mənə bağışla yəni. Düzgün yanaşma deyil o. Zamanda olub da belə yanaşma, çox olub. Mən də sən deyim ki, mən heç bir məntiqə sığmır. Yəni bilsən ingilislər də bütün işini bitirmişlər, ikinci heyəti buraxırlar, oynayırlar. Yazırlar ki, bu oyunçu güya xəstədir. Bu düşünün, çünki bir dənə Qarabağımız var. Yox, Mbappé niyə gəlmədi? Dedilər ki, biz onu zədədən qoruyuruq. Çünki Real açıq. Yamal o da açıq aydın gəlmədi. Zədə adı ilə çıxartdı. Yəni bu normal bir şeydir. Dostlar, bu Toraldır. Bizə bu dəqiqə nə lazımdır? Fransaya onsuz da uzacaqdıq. Yəni 1-3 olmasın, 1-4 olsun, 8-1 olsun. Fərqi yoxdur. Yəni ona görə bu futbolçunun Qarabağa xeyri dəyəcəksə, Qarabağa çətin qrupdan Azərbaycan tarixi üçün, futbol tarixi üçün nəsə olacaqsa, bəli, əlbəttə. Bu hər hansı bir belə deyə danışılmış oyun deyil ki, mən uduzum, sən çıx. Bu o deyil. Bu tamam başqaları üçün şansdır da. Başqa 20 yaşında. Bu zonada mən bu oyunçunu Qarabağ üçün saxlayıram və yaxud da xahişdir və yaxud da ki, oyunçular həqiqətən özünü qorumaq istəyibsə, yəni İslandiyanın oyunda çıxdı oynadı da. Mən təsəvvür edirəm ki, bu ərəfədə elə söz-söhbətlər oldu. Yəni özdə bir nəfər paylaşmışdı və 4-5 nəfər onu artıq şey eləmişdi. Ona görə bu yenidən bu aktı. Yox, elə deməyək də, hərənin öz fikri. Mən o şeyə, yəni bu tərəfini sən düşünmürsənsə, sən o çürükçülük idi da. Yəni sən pis niyyətin pisdir sən. Çürükçülük sözü gedə bilər, amma biraz şeyə keçməyək də. Yox, şəxsiyyəti mənasına demirəm də. Yəni o situasiyalı çürük adamlıq eləyirsən də. Sən çürükçülük aparsan ki, bu niyə belə? Bu niyə belə elədi? Yaxşı elədi. Hə, ondan sənə nə? Adama sənə nə də? Milli komanda adında vacib oyun olsaydı, hə, amma klubu seçsəydi adam, amma yox, faktiki adam yəni olan olub, torba dolub, bütün namiyə uduzmuşuq. Bir də şeyimiz var. Sən də daha bax gördünüz şey Toral nə oldu? Toral indi lazım oldu. İslandiyanın oyunda oynamış da Toral. Toral indi lazım oldu. Gəldi Sumqayıtla maç və bundan sonra da yəqin ki, əgər Rafaelin təxminləri özünü doğrulacaqsa, bu heyət birəbir Napoli ilə qarşılaşmalıdır. Bu heyət birəbir çıxacaq. Çıxacaq deyir. Çünki həmişə girib baxa bilərik. Ola bilər, müəyyən dəyişikliklər ola bilər. Mən Xonini bəlkə əsasda görməliyəm Montielli. Ki, yəni çempionat oyunda risk elədi, buraxdı, tam hazır. Çünki nə oldu? 1 həftə əvvəl, 2 həftə əvvəl milli fasilədən qabaq demişdi də. İstəməzdim debutu 90-cı dəqiqədə olsun və yaxud da ki, qısa müddətdə 2 həftədə tam. Babi Chelsea ilə oyunda əsas heyətimiz bəllidir, düzdür? İndi bax keçək Chelsea-dən bir oyun əvvəlki İmişli ilə oyunda çıxan heyətə baxaq. Eyni heyət. Yox, mən səndən demirəm ki, yəni İmişli ilə oynayırsan da, yəni belə də götürəndə və ya şeylə oyundan öncə Bilbao'nun oyununa baxırıq. Qarabağın heyətinə. Bu heyət, keçirik şeyin oyununu açırıq. Turanla oyunda. Başa düşdüm, bildim. Biz detallı indi bunlar haqqında anonsunu verədə yəqin ki, yayımımız olacaq. Bəli, oyundan əvvəl. 3-cü günə keçən gecə oyun olacaq və biz isə yəqin ki, saat 23:00 radələrində və oyundan 1 saat öncə. 1 saat 10 dəqiqə falan öncə yayıma girəcək. 10 dəqiqə öncə yayım olacaq və biz Qarabağın Napoli səfərində ən son heyətlər üzərindən danışacağıq. Bəli, mən ümid edirəm ki, üçlü müdafiə ilə çıxar Qarabağ. Napoliyə qarşı? Bəli. Bilsən bax, üçlü dediyin, yəni yenidən mərkəz üçlü. Bu Bəhlul Emmaye Medina. Mərkəz üçlü bir oyunçu bizim o
Biz Zubiri kəsirik. hücum potensialımızı Yox, hücum zaten bax Nərimanla Zubirin hücum potensialı yoxdur. Üçlünü qoydun, 2 cinahlı qoydun, 5-li müdafiə oldu. Bəli. 2 dənə onların yanında dayağı qoydun. Dayaq qoydun hə. 7 oyunçumuz getdi, qapıçını çıx 8 oyunçumuz getdi. Qabaqda da 3 dənə bəs. 3 dənə oyunçu, qabaqda 3-ü Adda idi, Durandı, Leandro Andrade idi. Yaxşı. İkinci taymda da 60-cı dəqiqə kimi olsa Andrade əvəzləyirsən, Kaşku salırsan ora qalır. Bu qədər sadə. mümkündür, amma Mümkün. Bax indi məntiqini də açıqlayıram. Hücuma çıxanda deyirsən, hücuma necə qoşulacağıq? Hə, yaxşı, gəl hücumda mən sənə izahını verim. Hücuma çıxanda geridə sığortamız qalır Bəhlul, ən daha cəld ondan arsa. Medina pas atmağı daha yaxşıdır, Emmaye də yaxşıdır. Emmaye gəlir dayağa, Yankoviç gedir 10 nömrə mövqeyinə. Yox, sən zaten Qarabağ belə deyək də sürətli vertikal futbol oynamır ki, Napoli kimi. Qarabağ xırda paslarla, qısa paslarla gedir qabağa. Ya sən getdin oyunçun. Biz hücuma da çoxala bilirik də. Matius Silva hücuma bax, arxada üçlü mərkəz olanda sən cinahların Elvin də üçlünü, beşlini oynaya bilər. 14-də oynayır. Niyə Chelsea-dən ikinci hissədə Matius Silvanı salıb üçlü müdafiəyə dönmədi? Dəyişdi. Hə, oldu. Dani Boltu saldı sağa, Matius Silvanı keçirdi müdafiə mərkəzinə. Ona biz danışdıq da, dedik ki, bunu dəyişib, və bu dəyişikliyi də Qarabağa həm hər zaman belə uğurlu olmur və yaxud da Qarabağa. Amma əks hücumda da qəşəng tuta bildik də Chelsea-dən bir dəfə tutduq. Amma gördün, nə oldu? Kaşuk niyə getmədi? Biz sən çoxala bilmədilər də. Müəllim, çoxala bilməməyində onu da məşq eləmək olar da. Çünki biz yox elə mən razıyam səndən. Mən sənin fikrini eksperimentə getmək lazımdır. Mən sənin fikrini oxuyuram. Napolinin mümkün itkiləri fonunda. Bəli, mütləq şeydə biz ona. Heyətin müəyyən rotasiyası fonunda mən səndən razıyam. Çünki onlar da Qarabağın 4 oyunu keçib Çempionlar Liqində, düzdür? 2 qələbəmiz var, bir heçəmiz, bir məğlubiyyətimiz. Onlar da Qarabağı analiz edir. Görürlər ki, qardaş, Qarabağ elə eyni sistemi oynayır bütün komandalara qarşı. Kim onu düzgün dəyərləndirmir, cəzalandırır və özün bilirsən ki, Antonio Conte çox belə deyək də, çox belə tərs adamdır, yəni bir insan olaraq tərsdir və bəzi oyunlara da güclü komandasını hazırlaya bilər və bu qədər problemin fonunda, yəni düşün ki, Lukaku zədəli, Hölünd indi sual altında, KDB zədəli, Angisa zədəli, Gilmer zədəli, hansı ki bu mövsüm başında bütün əsas heyətdə başlamışdı, ta ki Lecce'nin oyunda zədələnənə kimi. Gilmer zədəli, Spinazzola zədəli, yəni bu oyunçular hamısı zədəli. Səhv eləmirəmsə də bilmirəm, indi sən bir dənə baxarsan zəhmət olmasa, qırmızı kartdadır, yoxsa Lorenzo yoxsa yox. Qırmızıdadır yoxsa yox. Çünki bəzi azarkeşlər yazmışdı, mənim dəqiq yadımda deyil. Ola bilsin ki, səhv məlumat verməyim. Lorenzo da qırmızıdadırsa, Luka almışdı qırmızını. Luka heç sarıdan şey yoxsa cəzası. Sarıdan son oyun olub Eintrachtla oynadı. Qarabağla oyundakına gir gör hansı oyunçular oynamayacaq orada göstərir. Orada avtomatik olaraq göstərməlidir. Yəni bu qədər problemin fonunda Antonio Conte zaten bir şey fikirləşəcək Qarabağa qarşı. Yəni biz son belə deyək 2 ayda gördüyümüz Napoli olmayacaq qarşımıza. Çünki hələ heç kim yoxdur. Yəni hələ heç onda deməli oynayacaq. Bir şey cəzası yoxsa. Və o fonda mən istəmirəm ki, Qarabağda onlar üçün hazır yem olsun. Onlar Qarabağı tam analiz edəsinlər. Amma Qarabağ onları başqa bir şey belə deyək də onları təəccübləndirmək lazımdır. Hazırsız tutmaq lazımdır onları. Onlar çünki bizə hazırlaşacaqlar. Və bizdə avtomatik olaraq onlara qarşı başqa bir şey, əks kontur oyun çıxartmalıyıq ki, onlar təəccüblənsinlər ki, biz başqa şey hazırlaşmışdıq. Bunlar bizdən tamamilə başqa. Bu oyun Rafael, indi sən də çox geniş baxdın da, geniş bucaqdan baxdın ki, fərqli nə eləmək olar ki, Napoli qarşılamağa. Bu oyun Qarabağ üçün tarixi oyundur. Hə, məncə qalib gələcək düzmən Qarabağ ilə. Uçaq çıxacaq da qrupdan. Demək olar ki, qalib gəlsək, çıxmış. Yox. 11 xal hədəfi var da. O heç, amma yəni biz utsaq orada söhbəti gedəcək. Eintrachtla falan filan xal ala biləcəyik. Bir xalda buradan mütləq götürüləcək. Ajax-ı uda biləcəyik. Hə, yəni götürüləcək. Ajax çox böyük problemdir. Ona görə bu oyun Çempionlar Liqasında Qarabağın bu mövsüm bir var ki, gözləməyib oturub oyunları izləyəsən ki, burada xal çətindir. Bir də var, həqiqətən də artıq bir ümid yaranıb və bu ona görə bizim üçün tarixi oyundur. O həmin sənin sözlə bir dənə qüvvət yedim. Mütləq konferans liqasında da birinci yerdədir. Bir dənə baxarsan, Mütləq konferansda yoxsa UEFA Avropa Liqası. Konferansda. Niyə görə deyirəm? İndi fikrimi də tamamlayacağam, indi başa düşürəm. Konferansda səhvimizə 4 oyunun 4-ünü də məğlub edib komandalarla və birinci yerdədir. Mütləq. Hə. İndi sözü nəyə gətirəcəm? Mən Sport TV-də də çıxanda Azərlə Azər orada sualı verdi. Mən onun açıqlamasını verdim. Bəli.
Azər İsmayılovla danışanda orada da dedim mən niyə görə. Yox, konfransda bir dəqiqə Samsun Spor. Onda şeydə, Samsung konfransda birdədir, Samsung, qol buraxmadan birinci yerdədir. Mütləq Avroligada birinci yerdədir. Avroligada birdədir, amma udduğu rəqiblərə bax indi. İndi ondan da əli açsın deyəcəm. Həmin komandaların ən problemli dönəminə düşüb. İndi həmin klublar bir deyəcəm. Nottingham Forest-i məğlub edib və bilirsiniz ki, mövsüm başlayanda, yəni mövsüm başlamamış Nottinghamı keçən il belə Avropa liqasına çıxardan, hətta Çempionlar Liqinin addımlığına qalan bir komanda idi. Nuno-nu göndərdi prezidentin. Celtic 3-1 üz üstə. Hə, bax Tel Aviv 3-0 3-0 səfər. Tel Aviv heç öz dişinə uyğun rəqibdir. Celtic, Nottingham 3-2. Nottingham bir də Birinci oyunda da udub bu komanda. Sturm Graz 2-0. Sturm Grazı. Baxın, Sturm Grazla Maccabi Mütləndin dişinə uyğun rəqibdir. İndi sən futbolu bilirsən də, mən durub onu deməyə adı yoxdur. Yəni məğlub eləməyi gözlənilən bir şeydir. Lakin Nottingham Forest-i məğlub eləməyi və Celtic-i məğlub eləməyi bu biraz gözlənilməzdir. İki klub da ikisi də ən problemli dövründə Mütləndən oynadılar. Nottingham, yəni Pochettino gəldi 8 oyuna oynadı. 2 heçcə 6 məğlubiyyətlə göndərdilər. 8 milyon avroda təzminat verdilər adama 8 oyuna görə. Hər oyuna 1 milyon avro qazandı. Brendan Rodgersi də Celtic-dən göndərdilər. Çünki Hearts Şotlandiyada birdədir. Çox böyük problemli dövründə Hearts və şeyi məğlub da elədi. Celtic də məğlub elədi 1-0. Və Avropa liqasında da nədir? Problemli vaxtı Mütlənd tutdu, istifadə elədi şansında. Hansı ki, elə belə vaxtı Nottinghamı məğlub eləmək çox çətin ola bilər onlar üçün. 3-2 məğlub eləmişdilər və ya Celtic-i. Yəni bizdə Napolini çox böyük problemli vaxtında tutmuşuq və Ajax-ı da həmçinin. İkisi də çox böyük problemlərdən boğuşur. Məşqçi dəyişib deyə biraz o. Düzəlir, amma heyət şeydir, çox keyfiyyət məsələsi. Onlar getdilər qabıq dəyişməyə. Ajax mən araşdırdım söhbəti. Onlar qabıq dəyişməyə gedirlər ümumiyyətlə. Gələn mövsümdə demək olar altdan çox oyunçu gətirəcəklər. Təzədən formalaşdıracaqlar. Bu Niderland futbolunda ümumiyyətlə Niderland milli və klub səviyyəsində qabıq dəyişməyə çox tez gedirlər. Görürlər ki, alınmırsa göndərilir, uzatmırlar söhbəti. Göndərirlər təzədən qabıq dəyişməyə. Lüksünə bax, gör nə qədər oyunçular razıyam o heç. Və ona görə də Qarabağ bu problemli dövrdə bu iki klubu məğlub eləyə bilsə, biz 6 xaldı. Yəni və məğlub eləyə bilərik. Çünki Napoli keçən ilki Napoli deyil, keçən illər komanda stabil idi. Bu mövsüm Napoli stabil. Bir dənə bu mövsümdə bir dənə Inter oyunu götür, ciddi yana. Inter yox, Inter nə gündədir? Yəni o özü də pis gündədir. Əlbəttə ki, Inter İtaliya çempionatı 3-1 Interi məğlub eləyibsə, qalan oyunları Lecce'ni uda bilmirdi. Uda bilmədi. Mən bilirəm. Mən ümumiyyətlə 1-2 ay öncə düşətmədən sonrakı müddətdə danışanda qeyd elədim ki, İtalyan klubları xüsusilə Napolinin özü dəfələrlə Avrokuboklarda, ölkə çempionatında baxmışıq ki, ay vur da bu qolu vur da. Misal üçün də vura bilmir. Qol vurmada çox çətinlik. Məsələn deyirsən ki, bunu vur. Bu komandalar bəzi elə oyun olur ki, ümumiyyətlə paramparça olur, oyunu alır. Komandanın qol vurmaq ya şansı az yaradır, ya ölür. Torino'nun oyunu. Ya hə qapılara zərbə olmur və yaxud da ki, istədiyin qədər epizod olur, amma fərqlənə bilmirlər. Rəqib dirəniş göstərir. Hər halda ona görə deyirəm ki, bu tip komandalar Napoli oyundan oyuna dəyişən, oyunu alınsa çox güclü, çox əjdaha bir kollektiv. Onsuz oyunçular bizi adını çəkdikdə təkrarçılığa qayıtmaq, təkrar eləməkdir. Lukaku olsa udardılar bizi, amma Lukaku yoxdur deyə yəni, onun vaxtı daha çox. Belə bu məsələlərə qayıtmayaq, təkrar eləməyək fikirlərimizi. Ona görə deyirəm ki, bu komandadan xal almaq səfərdə mümkündür. Məğlub eləyə bilərik xal almağı. Mən indi ehtiyatlı danışıram da. Mən xal almağı deyirəm. Yəni Torino kimi oynasaq məğlub eləyə bilərik. Mən demirəm, çünki mən yenə də biraz səndən fərqli düşünürəm ki, Napolidə yəni Chelsea yanaşmasının qurbanı. Yox, Napoli düzgündə yanaşsa, əlində gücü yoxdur. Yəni sən düşün ki, komandanın 3 dənə ən çox qol vuran oyunçunun ikisi yoxdur. Komandanın keçən il uğurlarının ən böyük banisi Lukaku. Lukaku 2 müdafiəçinin üzərinə çəkir. Qardaş boşluq yaradırdı. Maktomiya ilə Angisada ora girirdilər. Və Lukaku arxasını çevirirdi müdafiəçiyə. Hansı müdafiəçi ondan top alar? Big Rom görünür bu adı üstündədir. Big Rom. Yəni adamın ləqəbi Big Romdur və bu adam müdafiəni belə tutmasın bədəni ilə dağıdırdı, fiziki gücü ilə. Mən Abubakar ona görə Qarabağda istəyirdim ki, o arxasını çevirəndən sonra o kim istəsə ondan paslaşıb 1-2 pas müdafiənin arxasına keçə bilər çox rahat şəkildə. Yəni Qarabağa da elə hücumçu lazımdır. Qarabağa məsələn Nəriman kimi dişsiz hücumçu yox, elə bir dağıdıcı hücumçu lazım ki, Qarabağ istədiyi boşluğu yaradır. Nərimanın adı hallanır. Bu mənə elə gəlir ki, onun Argentin buraxdığı xəbərlərdir ki, güya insanlar sən Avropa klubu özdə başlıq elə çıxıb. Mən Nərimana uğurlar arzulayıram. Qoy mən istəyirdim ki, hətta Qarabağda Qurbanov inad eləsin digər futbolçular kimi. Qoy onu
yaxşı səviyyəyə çatdırsın, bundan da yaxşı Onun səviyyəyə. beynini dəyişmək lazımdır o yaxşı İndi səviyyəyə çıxması. sən biraz kontur fikirdəsən. Mən deyirəm Mən ki, kontra yox. fikirdə deyiləm. O adam Yəni- haqqında dəqiq aldığım məlumatlara görə, onun dediyi sözlərə görə mən başa düşürəm ki, adam beyni başqa yerdədir. Yəni avtomatik o adam artıq başqa bir şey düşünür. O adam ulduz xəstəliyi ilə mən normalam, yox qoş bilirsən. Yəni mən Azərbaycan tarixinə adımı qızıl hərflə yazdırmışam deyən oğlandan, yəni mən yaxşı futbolçu olacağını gözləmirəm. Elə bir ifadəsi Bəli, var. bəli. Tamamilə. Mən eşitməmişəm. Eşitməmişəm, amma Ziyadan soruşarsan sən sonuna qədər harda, necə? Deyib ki, yəni mən Bəli. qızıl oğlanlar olub. Qızıl oğlan, ya onda Qurbanov nədir ki, Zar Tağzadan Ramazanov kimi, Mahmud mən Qurbanov futbolçu kimi, yəni Ramazanovdur, Mahmudovdur, məndən kimlər var? Elvin. Futbolmuşsun. Elvin indi bəlkə haqq eləyər deyər o sözü ki, mən Əlbəttə Azərbaycan ki. futbolu üçün çox. Yəni Emu Mahmudov o deyə bilər. Emin deyə bilər ki, hər halda Avropa səhnəsində çox şey yox, amma faktiki Elvin bizi Avropa səhnəsində də layiqincə təmsil edir Qarabağ. Ona görə deyirəm, yəni agentin çıxartdığı ola bilər. Yəni bu futbol, müasir futbolda oyunçuların agentlər idarə edir. Bərabər agentlərin işi çox böyük təsir eləyir. Bu bir mənalıdır. Nərimanın yəni uğurlar arzulayırıq karyerasında. Əslində mən Nərimanı stüdiyada görmək istərdim. Bir gün gəlsin, eyb yox, sən tənqid edirsən. Ona elə suallar verərdim. Gəlsin otursun. Mən istərdim Nərimanı şəxsən. Düzdür, Qarabağ biraz o barədə qapalıdır, amma yenə bir dəfə müraciət eləyəcəyik. Gəlsin Nəriman, görək kommentlərdə, görək bu insanların necə dəyərləndirir. Nəriman məsələsi idi, bax aktual olan məsələlərdən biri yenə də sönmür. Hətta Beşiktaşa yazmışdılar. Qurbanov və Azərkeşlər çox gözəl şərhlər yazmış idi. Beşiktaş o problemlə əlləşsin deyə Qarabağcanın qurtardı. Qurbanovun son zamanlar Benfica, Spartak, bax bu Benficanın adı çox səslənir. Hə, çox səslənir, amma bu dövrdə Qarabağın bu tarixi getməz həyatı. Yox, getməz demə. Tarixi uğurun astanasında olan bir dövründə getməz. Bu fikirlər, bu fikir yayındırmaq Qurbanov da sakit, təmkinli adamdır. Mən elə gəlir heç o yox, Qurbanla maraqlanmağı haqqınadır. Adam yəni qeyri-adi bir şey yoxdur. Sadəcə Qurban sezonun ortasından komanda atıb getməz də. Avropada o qədər heç bir nəticəsi olmayan məşqçilər işləyir ki, yəni bu nə dəxli var? Di Matteo kimi adam Chelsea baş məşqçisi olub, yəni nə gözləyirsən? Avram Grant yadına gəlir hələ. Yəni 2008-də. Bu dəqiqə lap İngiltərə Premyer Liqada məşqçiləri götürə bilər. Demirəm top yuxarı oynayan klublar, amma yəni götürə bilərlər də. Yəni belə götürək də. İspaniya La Liqasında da çalışırlar. Gəlib cavan indi baş məşqçilər var ki, hansı ki dolu futbolda da. Yəni hansını adını tanıyırdın ki? Reimsin baş məşqçisi vardı. Belə deyə Rıja deyir rus dilində. Narıncı baş qaqaş. Heç pro lisenziyası yox idi. Reims hər oyuna görə $50,000 cərimə ödəyirdi. Adam FM-dən gəlmişdi. Futbol meneceri oyununda yaxşı olduğuna görə gəlmişdi kluba baş məşqçi olmuşdu və adam yəni nəticə verirdi Reims kimi klubda. Yəni başa düşürsüz, yəni Qurban niyə də gedib eləməsin baş məşqçiliyi? Adamlar elə adamlar gəlir baş məşqçi olur ki, yəni sadəcə indi lazım deyil. Yəni amma indi getmək əlbəttə ki, sezon sonunda gedər hara. Sezon sonunda 100% təklif gələcək. Qarabağ bu nəticəni versə, Qurbanova $1,000,000 təklif gələcək. Yəni ki, problemi olan baş məşqçinə klub təklif eləyəcək ki, ala belə bir baş məşqçi var. Bu cür 23 milyonluq komandanı gətirir Çempionlar Liqində bura gətirir. O normal, yəni deyirəm, normal yanaşmadır. Və CV-si də böyükdür. Spartaka niyə getsin? Benfica bəlkə fikirləşmək olar. Benfica-ya getmək məntiqlidir. Yox, mən deyirəm ki, indi bu adam qalıb da sistemini qurub, oynayır, daimi oynayır. Yəni ətrafa çıxmaq bilirəm fikirlər. Hər kəs azərkeşlər istəyir ki, böyük pul təklif eləsələr bəlkə. Yox, məncə ehtiyac yoxdur. Yəni belə deyək də. Yəni bu adamın Azərbaycan kifayət qədər nüfuzu var. Kifayət qədər pul da qazanır, hər şeydə. Hər şey var. Məvacib. Amma bir müddətdən sonra getmək məncə yaxşıdır da. Bu Qarabağ həmişə o xoşum gəlmir o sözdən. Əsasən bu Neftçi azərkeşləri səsləndirir. Qarabağ proyekti. Bu proyekt deməkdir də. Bu Qarabağ dönəminin hələ ki Qarabağın hegemoniyası idi. Süqutunda dövrü ola bilər ki, o süqut nə mənada? Birdən-birə klub düşməyəcək 5-ci yerə. Qurban gedəndən sonra keçid dövründə. Qarabağ müəyyən reytinqini yığıb və o konfrans bir neçə il ərzində ən pis halda konfrans liqası falan oynayacaqlar. Qurban olmasa belə kimsə gəlsə belə bu heyət ora gedəcək. Heyətlə çalışacaqlar, saxlayacaqlar, amma o Ferguson dönəmindən sonra 10-12 ildir United çalxalanır, saxlaya bilmirlər və yaxud Milanın əfsanə dönəmindən sonra 2007-dən sonra Milan nə günə qaldı yavaş-yavaş. Çəkə bilər. Amma yenə də klub gündəmdə olacaq, yenə də klub top klublar sırasında olacaq. İndi Milanla müqayisə eləmək İtaliya klubları. Amma bu nə zamansa qaçılmazdı da, olacaq rəf. Qurban getməlidir nə vaxtsa. Yox, nə vaxtsa olacaq. İstər ümumiyyətlə gedəcək, istər ümumiyyətlə başqa bir şey. Amma baş məşqçinin tükənmə dövrü də var da, özün bilirsən. Baş məşqçilər var ki, tükənir bir müddət sonra. Artıq ideyaları tükənir. Yeniliyə məsələn İngiltərədə özümüz fikirləyirik ki, neçə il görürük ki, tükənmə yoxdur. Hər dəfə biz tükənib dedikcə nəsə tapırıq. Yox, mən o nə deyirəm? Baş məşqçi var ki, yenilik
gətirə bilir öz futboluna. Məsələn, Guardiola bu keçən ilki sancılı dövrdə nədir? Başladı öz ideyalarından belə əl çəkməyə. Artıq Hollandın üzərinə futbolunu qurur. Yəni başqa amma Guardiola yəni ümumiyyətlə başqa bir adamdır. Özüm məsələn ki, sistematikdir. Yəni o Dünya vaxtda futbolunda qoyduğu neçə dənə əsas Çigrinskinin bir intervyusu var idi və Thierry Henry'nin də Çigrinskini 23 milyona ya 25 milyona o vaxtda Şaxtyordan almışdılar Barselonada. Bir oyunda Çigrinski Thierry Henry'yə uzun top atır və Henry qol vurur. Amma o uzun top attığına görə Guardiola onu oyundan çıxardı və ondan sonra heç vaxt oyuna salmır və onu satır qışda. Yayda aldığı oyun üçün qışda satır. Və Guardiola açıqlamasında onu Səncə yaxşıdırmı? Yox, indi qulaq as. Mən nəyə görə deyirəm? Guardiola kimi adam belə öz taktikasını dəyişirsə, sən indi başa düşür Guardiola necə düşünürdü adam. Çigrinskiyə deyir ki, axı mən demişdim, ancaq müdafiədən çıxanacaq qısa pasla. Bu qədər sadədir. Sən mənim dediyim sözün əksini edirsənsə, sən mənim komandamda yerin yoxdur. Bu qədər sadə. O adam onu satır. 25 milyon 23 ya 25 milyon verdiyi oyunçunu göndərir komandada. Və Thierry Henry danışır, deyir, bir oyunda da deyir mən pas atmadım və ondan əlavə məsələn Guardiola meydançanı 11 hissəyə bölür. Hər oyunçunun öz hissəsi olur. O hissədən kənarda oyunçu heç bir hərəkət eləyə bilməz. Yalnız məsələn bəzi oyunçulara boş alan verir. Məsələn Messi kimi oyunçulara və ya David Silva kimi oyunçulara ki, azadlıq verir ki, Henry məsələn deyir ki, mənə məsələn verdiyi mövqe var. Mən ora tərk edib gedib mərkəzdə qol vurmuşdum. Mən oyundan çıxartmışdı, qayıdıb demiş ki, sən niyə öz mövqeyi tərk eləmisən? Amma Henry'ni satmışdınmı yoxsa yox? Yox, Henry'ni indi satmamışam. Thierry Henry də o. Başqa bir görsən insanlar şəxsi məsələ həyatda da belədir. Amma bilirsən yetimin biridir. Onu razıyam, amma sən özün istəyərək oyunçunu alırsan Şaxtyordan, Ukrayna istedadlı bir oyunçunun 23 milyon pul versən alırsan ki, aydın məsələdir. Amma indi bağışlanmaz. Yəni bu aydın məsələdir. Kimisə tez kəsmək olur, kimisə kəsmək olmaz. Lakin yəni City-də də o adam çox qəddarcasına belə deyək də öz fikirlərini qoruyurdu. Yəni oyunçusu onun fikrini sorğulaya bilməz. O deyirsə bu belədir, bu belədir. Belə də olmalıdır. O bir dənə də onun şeyi var idi. Paltar dəyişmə otağında çəkmişlər. Oyunçulara taktikanı başa salırdı. Oyunçulara sual vermiş ki, burada Messi var. Demişlər, yox deyir, onda mən nə deyirəmsə o deyilin. Yəni bu qədər saadətdə, yəni siz Messi olun ki, sonra mənim dediyim sualları sorğu-sual, mən dediyim fikirləri sorğu-sual eləyə bilərsiniz. Messinin də dediyi yoxdur onsuz. Hə, ona görə məsələn indi o keçən mövsümki Rodri zədələnəndən sonra komandanın üz aşağı getməsi, yəni birinci yerdə idilər, sonra üz aşağı getdilər Rodri zədələnəndən sonra məcbur artıq taktiki görüşünü dəyişməyə başladı. Qışda neçə də oyunçu transfer etdi, yayda da həmçinin. Demək olar ki, komandanı dəyişdi. Və bu dəyişimdə görsən, indi komanda öz reisinə oturub. Oyunu konkret Holland üzərindən qururlar və bu Guardiola'ya xas olmayan bir futboldur. Yox, Hollanda qədər də onsuz da nəsə axtarırdı. Axtarırdı. Mən də onu deyirəm ki, yəni bu adam Guardiola'nın o pas 50 dəfə paslaşırdı. Puyol demişdi, bəzən Guardiola bizə o qədər paslaşdırır ki, yadımızdan çıxırdı hücum eləməyə, ancaq paslaşırdıq bir-birimizdən. Yəni eyni şey Guardiola pas xəstəsi adam belə öz düşüncələrindən belə deyək, qurban verib başqa bir şey eləyirsə, yəni Qurbanov da onu dəyişməlidir zaten. Və Qurbanov da Guardiola yanında dərs keçdiyində nəzərə alsa Barselonada. O gün Guardiolanın bir neçə futbola qoyduğu məşqləri göstərirlər. Sırayla düzürsən. Orduda və kimlər var? Kompaniya, Arteta, düzə getsən. Belə, məncə yekunlaşdırmaq olar. Bəli. Biz Qarabağ-Napoli oyununa doğru yavaş-yavaş ilk buraxılışımızı sizin üçün müzakirə Rafaellə həftə sonu müzakirəsi elədik burada. Bəli, həftəlik bağladıq. Həftəni bununla bağlayırıq və növbəti həftə oyundan qabaq və çalışacağıq oyun fasiləsində gecə olsa da ümid edirik ki, Qarabağ uğurlu nəticə qazanacaq və bizi elə oyundan sonra da izləyəcəksiniz. Sağ olun deyirik və rəy bildirməyinizi, bəyənməyinizi, kanalımıza abunə olmağınızı. Çünki 8000-i keçmişik, 9000 yolundayıq. 9000. İl sonuna qədər 10000 olsa öpürəm sizləri. 2025-i biz podkast adına uğurla tamamlamış olacağıq. Möhtəşəm nəticə olar. Sağ olun və salamat qalın. Sən mənim yüklərsən